Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə mərkəzdə 15 saylı poliklinikanın arxasında demək olar. Demək, hörmətli izləyicilər, məktəbə, bağçaya, marşrutlara yaxın bir ərazidə. Demək, haradasa 2.5 sotun içində 2 mərtəbəli mansard tipli, tam təmirli, giryaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi bu evin xarici görünüşüdür, giriş hissəsidir. Həyətinə rahat 200 maşın daxil ola bilər. Drapları qoyulub, qaz, su, işıq ev sahibi tərəfdən təqdim olunacaq. Nəzərinizə çatdırıram ki, gördüyünüz kimi evin həyətinə tam daşları düzülüb. Evin içi də tam təmirli vəziyyətdədir. Yeri gözəl yerdə yerləşir, mərkəzdə də yerləşir. 292 maaşlarından 200 metr məsafədə yerləşir təxmini. Yəni sizin nəzərinizə çatdırım ki, ev də tam hazır vəziyyətdə, giryaşa vəziyyətində olan bir evdir. Gördüyünüz kimi giriş hissəsidir. Girən kimi demək dəhliz, dəhlizdən sol tərəfdə hardasa 14 kvadratlıq bir mətbəxdir. Öz həyətinə baxır. Döşəmələri əhvaltısı istipoldur. Mətbəxi də gördüyünüz kimi ağa boylardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Demək, giriş hissədə üzböyüz sanuzəldir. Sanuzəldə tam təmiri vəziyyətdədir. Gördüyünüz kimi də açıq kafel metalllardan istifadə olunub. Duş kabinən yeri nəzərdə tutulub. Gördüyünüz kimi də hamısı tam təmiri vəziyyətdə, hazır vəziyyətdədir. Demək, buradan daxil oluruq. Bu dəhliz hissəsi hamısı istipoldur. Girişdə burada qonaq otağıdır. Qonaq otağı da hardasa 4 metrin 7 metri, 30 kvadrata yaxın olar. Təxmini ölçüdürəm, hörmətli izləyicilər. Öz həyətinə baxır. Pəncərələri geniş, işıqlı, havalanmaya uyğundur. Keçirik buradan, bir dənə də aşağıda bir yataq otağı var, hörmətli izləyicilər. Hardasa 4'ün 4'ü, 16 kvadratında bir yataq otağıdır. Ev tam təmiri vəziyyətdədir. Yeri yenə qeyd edirəm, mərkəzdə gözəl yerdə yerləşir. Qalxırıq buradan yuxarı ikinci mərtəbə. Demək, aşağıda bir mətbəx, bir böyük sal, bir də yataq otağı, 2 otaq sayılır. Əslində mətbəx sayılır otaq kimi. Girən kimi yuxarıda da 4 otaqdır. Yox, 3 otaqdır. Cəmi 5 otaq sayılır. Burada 3-cü mərtəbənin sanuzel hissəsidir. Gördüyünüz kimi ev mansard tiplidir. Nəzərinizə çatdırım ki, yəni amma ev həqiqətən 200 qat yuxarı hissəsi izolyasiya olunub. Bunu nəzərinizə çatdırın. Burada bir uşaq otağıdır. Kvadratı azı hardasa 13-14 kvadrat olar. Burada bir dənə də geniş yataq otağıdır. Yataq otağı da qeyd edeyim ki, hardasa 350'nin bir 6-7 metr olar. Geniş bir yataq otağıdır. Bir yataq otağı da burada 4'ün 4'e bir yataq otağıdır. Gördüğünüz kimi də burada qəşəng bir geniş yataq otağıdır. Hörmətli izləyicilər, bax, yenə qeyd edirəm, ev mansard tiplidir. Yuxarı 3 qat izolyasiya olunub. Yəni hər şey nəzərə alınıb burada. Yəni istinin, soyuğun qarşısını almadan ötürü. Yəni istədiyiniz vaxtda yoxlatdıra bilərsiniz. Hörmətli izləyicilər, kimdənsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti də 140 min stat qiymətdir. Real alıcı olsa endirim olmaqla birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. 140 min stat qiymətdir.